Görəsən kim elədir bu yazıq telefonu? Yoxdular, yoxdular. Hələ gəlməyiblər. Mama, ay mama, mama! Mama! Hə? Bura bax! Diplomu aldım, bak. Mübarək ayağım, mübarək. Müslünü getir. Bereket. Burada babamsı diplomlar üstüne. Bereketli olsun, ay Allah. Geldi. Şire, nahi! Yoktular, her Pardon. işten gelmeydiler. Akif! Akif! İndi ben sen harda işleyeceksin oğlum? Bu Hə? Mehmet yoktu. Hə. Türkler de Kırdalanda müşterek bir firma açıp, ne böyle süt istehsalıdır, Hə. süt katırından falan peşmekan. Bana da restoran verip işleteceğim de. Ne? Restoran. Restoranlardan yaxşı çıkmıyor. Sen esna rahat olma. Şimdi koy. Ben o restoranı götürüp işlediğim. O restoran temizliğine göre, kıymetlerin düzlüğüne göre Azerbaycan'da birinci olacak. Ne deyirəm ay oğlum? Madam ki ürəyinəndir, qoy işin havanda olsun. Aha. Gel. Gəlin bakalım akşam diploma almaq münasibətilə bir dənə qəşəng süt olacaq. Oturağımız burada. Elə ürəyimə danmışdı, onun üçün axşama qazan açır. Ama su. O uşaqlar da gəlsinlər, mən də könlüm açılsın, bir yerdə oturub yiyəcək, hə? Mama, deyirəm, bəlkə axşam... Hə, dilbəridir. Ay sağ ol, hə. Əlbəttə, halalca nişanlındır. Doğru da. Gəlsin də. Yaxşı, onda mən getdim onda. Akif, amma sən Allah, yenə gələndə biraz abırlı deyilsin. Sən darıxma. Qoy o bu evə gəlin gəlsin. Minisi, falanı beş mekanı, o hamısı düzələn şeydir. Özdə uşaq bağçasında işə düzəldi. Tərbiyəçi. Uşaq baxırsan, nə yaxşı oldu. Mən getdim, davay, sağ ol. Sağ olun. Oxuyan diplomalardan təbrik edirəm. Restorana müdür təyin ediblər onu. Södə. Olacaq Julikin biri. Niyə elə deyirsən? Güya ki, sənki juliklıq eləyir. Fikrətin əlində nə var ki? Asfalt yiyəcək. Baxma, əclaf adam asfalt nədir, laf zəhirmar da olsun Bir yiyir. dəqiqə. Fikrətin diplomu mənə lazımdır. Surətini çıxartmalıyam. Axşama xörək pişirməm, plov pişirmişəm. Təbrik eləyirəm Şərəf xanım. Çox sağ ol qızım. Özü də işdə Nahidin diplomunu istəyiblər ondan. İşə gedəndə demişdi alım yadımdan çıxıb. Görüm. Buyur. Axşama bir şey pişirmə. Akif söyüncəkdir, istəyir ki, bir yerə yığışaq. Salam ana. Necəsən? Salam oğlum. Nə var, nə yox? Necə olacağım? Siz yaxşı olanda, mən də yaxşı olaram, ay oğlum. Bura bax, Akif'in diplomu deyil. Aa, nə yaxşı, gözün aydın, gözün aydın. Çox sağ ol. Bəs obrislər hanı, bizimkilər hanı? Apardılar. Dedilər lazımdır. Necə ilə apardılar? Kimə lazımdır o da? Əşi, Al da yiyiblər, dayan, ay oğlum, dayan. Sizdə qaldı ya məndə, nə fərqi var? İstəm. Yaxşı ana, gelin bir yazı yuyunum. Ged. Salam. Ne oldu anacan? Bir hadise falan baş verir. Heç nə olmayıb. Nə olacaq ki? Şükür Allah, şükür ki salamatçılıqdır. Amma heç inanmağım gəlmir.
Akif'in diplomu. Bu lab əla oldu anacan. Lab yerinə düşdü. Qeyd eləmək lazımdır. Yaxşı bir stol açarıq, gəlinləri də barışdırarıq. Hə? Elə mən də onu istəyirəm də. Arada görüş barış olsun. Bəs Akifin özü hanı? O indi gələcək. Getdi Dilbəri getsin. Gətirsin də, nə deyirəm? Biz evlənib başıma tac qoyduq. O da. Elə demə oğul. Mən gəlinlərimdən bir o qədər də narazı deyiləm. Düzdür. Biraz uşaqlıq eləyirlər. Hələ cavanlar. Vaxt gələr, ağıllanar. Mən ölüm. Bizi çərlədib infaq edəndən sonra ağıllanacaqlar. Sonra da düşəcəklər dava dərman dalınca ki, vay yerim əldən getdi. Vay yerim əldən getdi. Akif deyir ki, Dilbər işə girir. Uşaq bağçasında tərbiyəçi. Bu lap əladır anacan. Gəlib bizimkiləri də tərbiyələndirər. Nahid! Başlandı. Tufan, uraqan, qasırğa. Gəlmisən? Bəs mən sən axşam nə demişdim hə? Niyə gəlmədin işimin üstünə? Sənə demişdim ki, gəlməyəcəm də. Mən də dedim ki, gəl. Gəl mənim o müdürümlə kişi kimi danış balam. Gör məndən nə istəyir də. Ay, ortada heç nə yoxdur. Mən gedim onunla nə danışım, hə? Deyim ki, niyə arvadıma deyirsən ki, qaşqabaqlı olma? Düz deyir də, kabinetə girəndə biraz fərəhli ol. Gülümsə. Nə olar? Deməli belə hə, Nahid? Ay, balam. İndi mən gedim yumruğu qoyum o kişinin qulağının dibinə ki, nə var? Niyə arvadıma demirsən ki, qaşqabaqlı olma? Olma deyir, olma da balam. Nahid! Əsmər. Hə. Bir də ki, insan nə qədər güləriz olsa, o qədər qəşəng görünər. Bəs çaya nə deyirsən hə, Nahid? Çayımı da yəqin yaxşı dəmləmişəm, tərifləyib də. Yaxşı. Deyirsən əgər işçinin borcu müdürünə təbəssüm göstərməkdir də, hə? Heç eyb yoxdur. Əsmər, ay Əsmərim, bir dəqiqə. Ay canım gözüm, ay gözüm işığı, ay sənə qurban olum. Sən o Şəbnəmin canı, icazə ver, nuş canlıqla bir tikə çay çörəyimi yiyeyim də. Acından ölürəm axı. Çay çörək vaxtı deyil, keçəvə giyin gedirik. Hara? Rajdeniyə. İndi kiminkidir? Anam gelin qorsunun, xalasının əmsi gəlinini. Bura bax, saxla. Daha bəsdir. Mən rajdeni majdeni bilmirəm, özdə heç bir rajdeniyə getmirəm. Abalam, evdə paltar qalmayıb, köynək qalmayıb, xrustallar hamısı pırr eləyib uçub gediblər servantdan. Bircə o qalıb ki, bugün sabah rüstürü çıxarıb aparaq. Əsmərim, xəbərin yoxdur, Akif diplom alıb, qeyd eləyəcəyik. Bir əntiqə məclis açarıq, kampaniya fason. Sən də oturarsan o de, yuxarı başla. Mən o adamla bir yerdə oturmaram, bildin? Ay gözümün işığı, ay Əsməri. Bir həyətdə iki gəlin yola gedə bilmirsiniz. Adam da heç zivə üstündə davadalaş eləyər. Şükür Allah. Ondaki bölmüsünüz. Təqsir onda da Nahid. Bax görür ki paltar yuyuram. Heç lazım deyil ona. Acığıma gətirir 2-3 dənə paltarı başlayır yaxalamaq ki mən əsəbləşim. Əsəbləşmə Əsmərim, əsəbləşmə. Mən bu saatçı sizi barışdırırım. Nə? Mən barışa zat deyiləm. Keçəvə geyin gedirik. Hara? Necə yəni hara rajdeniyə? Bura bax Əsmər. Mən sənə dedim ki, rajdeniyə getmə. O de, aç şkafı. Gör orada kombinasiyadan zatdan nə tapırsan. Götür apar. Oğlan uşağı deyə Nahid. Nə olur? Anası giyər. Estağfurullah, mən evə qənd almaqdan, peşə qalmaqdan daha yorulmuşam ha. Hara gizlədin zalımın qızı? Sən hələ hazır deyilsən. Xeyr ola, hara gedirik? Dedim axı, teatra bilet almışım. Birinci sıra, düz orta yerlər. Ay qız, sənin başın lap xarab oldu. Anam
Süfrə açıq, bir yerdə oturmalıyıq, bir yerdə olmalıyıq. Nə? Mən onunla bir yerdə oturmaram. Ağzı, ərvi görüb özündən çox çıxmaya, danışığı bilginə. Mən onunla bir yerdə oturmaram. Sən minnətin olsun ki, mənim yanımda oturacaqsan. Qışqırmalımı baxırsan Allah. Əsmər, sən başla elə qışqıraram ki. Xavər bəsdir. Nahid, indi ki mən olur, qalıram burada, oturam, lap yuxarı başla. Bu səs nə? Əcəb eləyəcəksən Ceyran. Xoşum gəldi səndən, mən Sənin acığına yuxarı başda özüm oturacam. Ay sağ ol, hələ mən də onu istəyirəm də. Bir yerdə qalmalıyıq. Həm biz də heç yerə getmirik, qalırıq. Əsmər, özü də bəri başdan anam demişkən görüb barış olun ki. Bilirsən mən səni hardan gətirmişəm? Dağlardan. Sən dağlardan. Nə dağlardır? Dur. Yox. Dur əzizim. Yox. Dur sən məncə. Yox. Dur da. İşləyimiz Rüscanlıqda olacaq. Barış. Barış dağlar qızı Barış. Am çalğırma Barış. Ay Allah, barışmıram Nahid. Yaxşıdır ki, əlini uzat, əlini. Getmə, get əlini uzat, bax. Yaxşı. Ay qız yaxşı çıxaldıq. Eləmə Barış. Aferin, anacan gözün aydın barıştılar. Barıştılar. Əcəb elədilər. Sizin də gözünüz aydın olsun. Deyirəm, teatra bilet almışdım. Birinci sıra. Düz orta yerlər. Az deyil, mən də Rajdeniya geyəcəkdim də. Odur da Akif diplom alıb. Bir yana baxanda bizim elə dığdığımızı salan odur. Səri. Ay onu niyə aldın, bunu niyə aldın, onu niyə gətirdin, bunu niyə götürdün? Həri. Həmişə mehriban olun. Küsülük kədər gətirər. Hayf deyil bir yerdə gülüb danışmaq. Anacan, şair də burada gözəl deyib. Yazıq o şəxsə ki, qara qabaqdır. Nə gözəl yaraşır insana vurmaq. Gülmək. Düz deyib də ay bala, düz deyib. İnsanın günü nə qədər xoş keçsə, ömrü bir o qədər uzanar. Yaxşıdır. Barışan kimi pıça başlamayın. Bax, gəlin oturun, süfrə hazırdır. Özü də pulov da bu dəqiqə gələcək. Gəlin. Lap ziyafətdir mən. Gəlin elə. Bəs səbəbkarın özü hardadır? Onsuz heç məclis olar. O indi gələcək. Cabana da gəldik. Bravo. Az onun yaşınmağına bax sən Allah, keç ona bir yaylıq verin. Sən Onu da verin. qabağa xoş gəldin elə onu. Hə, fikir düz deyirəm. Sən yaxşısan, keç. Gedin. Təbrik edirik. Qədəmlərin mübarək. Ay Dilbər qızım. Sən bu evə xoş gəlmisən. Keçin. Maçka bir də burada otur lan. Hələ Akifə dedim, biraz abırlı geysin. Hoş gəldin. Əyləşin balalarım, yiyin, için şənlə. Ana gəl sən otur mənim yanımda. Gəl. Hə, nə düşmüsən? Anacan, gəl bizdən əli. Burada mən oturacağım. Ev yox. Narahat ol. Yiyin için. Götür bunu. Mən içmirəm bunu.
Gel. Bizimle otur. Ha, gel. Ya sağ ol. Gel ona, gel. Otur ana, otur. Əyləş. Görürsən, gəlin belə olar, yoxsa sənin kimi. Buyur Akif, buyur. Sağ ol. Ana, ben aşağı neyim? Birazdan olur. Ha, devam iyi böyle. Lan süzün abi ya. Ha, bir dakika. Ha, buyur gel. Yiyin. Akif. Ha. Təbrik edirəm. Sağ ol qardaş. Diplomun çox mübarək qardaş. Sağ ol, Təbrik edirəm. Gəlin bacı sən də xoş gəlmisən bizim evə. Sağ ol. Xoş gəlmisən. Sağ ol. Sağ ol. Təbrik edirəm Akif. Sağ ol. Mamushka. Aryan. Mamushka çörək yiyir. Mamushka. Da. Ya sen öderim mamayla. Ma, günler Jack'e gitmiştim. Ha. O da dediler ki bizim bu evleri, bizim məhəllənin hamısını gelip sökəcəklər. Necə yəni sökəcəklər? Böyle dediler, sökəcəklər. Niyə axı? Sökəcəklər, deyirlər, yerindən uşaq bağçası tikəcəklər. Bir gün sabah gəlib bu şey, hamını siyahiyə almalıdır. Özdə adam başına $7.000 pul verəcəklər. Heyf. Hərə bir tərəfə düşəcək. Bu heç mənim xoşuma gəlmədi. Ananı üstümüzə yazdırsaq, bir otaqda əlavə ala bilərik. Şərəf xanım. Gəl böyük gəlin sənə qulluq eləsin. Az nə danışırsan? Ben ölmüşəm, sən ona qulluq eləyəsən. Qulluğu ona mən özüm eləyəcəyəm. Bir mən yiyib 5 sənə yedizəcəm. Şərəf xanım, gəl otur mənim yanımda. El adətinə görə qaynanaya kişi gəlinin qulluq eləyər. Sən elə bir dənə dinqələ yumurtadan çıx, sonra danış da. Sağ ol Mamushka, xoşum gəldi. Nahid, dur ayağa gedir Rajzeniya, dur. Tez ol, dur. Mən heç hara getmirəm. Dur. Bizə gedək teatra. Zəhmət çəkib bilet almışam. Niyə batsın ki? Estağfurullah, ay qız bizim evimiz elə tiyatrodur da. Hara gedirsiniz? Axı qonağımız var. Siz Allah qanqaraçılıq eləməyin. Oturun, yeyib içməyinizdə olun. Şərəf xanım, istəyir bütün dünyanın naz nimətləri bu stolun üstündə olsun. Day mən boğazımdan keçməz. Sən məni bir böyük gəlin kimi saymayandan sonra, sokumu içməyəndən sonra mən bu işıqlı dünyada niyə yaşayıram? Mən özümü gedib öldürəcəyəm. Deməli mən pis gəlinəm də, hə? Sənə layiqli gəldi öləm də, hə? Daha mən bu hesablarla nə yaşayıram bu dünyada? Mən də öldürəcəyəm özümü. Öldürəcəyəm özümü. Dayanın, görün bir... Hə Mamushka. Sənin anun ya bizim yanımızda qalacaq, ya da mən bir də bu həyətə ayaq basmayacağam. Yo Mamushka, yo. Onlar istəyirsən anovuslərini yazdırıb bir otaqda ağıt qalsınlar. Yo Mamushka, yo sənin canın öz canın. Klünüz bərəkədir mama, ancaq bizim yanımızda qalacaq. Точно? Dur. Şərəf xanım, əlimdə gördüyünüz bu bir şüşə maye xalis esensiyadır. Mən özümü bu həyatda alçaldılmış və ən nəhayət belə demək mümkünsə təhqir edilmiş bir insan hesab etdiyimə görə bunu içib özümü öldürəcəyəm. Yox qızım, elə şey eləmə. Bura ver, bu şənlik. Yox, Bura ver. yox. İçmə. İçirəm. İçirəm, İşiniz olsun. Ay oğul, nə danışırsan? Dur al əlindən şüşəni. Qoy içsin. Ona qulaqsın qızım. O piyandır, bilmir nə danışır. Bura ver onu. Sən Allah, içmə onu qızım. Ay yox. Ada niyə oturmusunuz? Gəlin kömək eləyin, görmürsünüz özünü öldürür. Xanım, Elvida, sən ki məni saymadın ha. Asıl öldürəcəyəm özümü. Aman Öldürəcəyəm Allah, özümü. evim yıxıldı. Ay uşaqlar, niyə oturmusunuz? Görün kömək eləyin, öldürürlər bir-birini. Ver. Fikret, içirəm, Gel. İçmərəm, gel. Evet, sağ ol. Əla barzomdur. Dünən 5 şüşə alıb gətirmişdim bunun üçün. Barzomdur. Var o. Hə. Sən elə bilsən bu esensiyadır. Bunlar hamısı bəhanədir, ana bəhanə. Yaxşı, çox gözəl. İndiki belə oldum. Onda mən çıxıb gedirəm. Özdə bir dəfəlik. Yox qızım, heç yana getmə. Nahid, gerçek skamekan ayağımın altından ürəyim partladı. Qiyamət olar mən ölüm. Az özümü yıxır yerə öl deyərlər infarktdır. Çek skamekan ayağımın altından. Ay
tələsmə. Əgər sən bilmirsən ki, skameyka yerə mıxlanıb, özünü asmaq istəyirsən, yeri ged odur, içəri. Evin resturu möhkəmdir. Oradan as özünü, öl. Deməli, sən mənim ölməyimi istəyirsən də, hə? Acıqla mən döndürməyəcəm özümü. Mən də çıxıb gedirəm anam ilə. Yok. Koymayacağım hiçbirimizi gedəsiz. Koymayacağım. Açmayacağım. Açmayacağım, koymayacağım gedəsiz. Çıxıb gedirəm, açın qapını. Ay aman ay aman aman gəlinlər Qaynanı əlindən yanan gəlirlər Hər sözü söz eylə yaman gəlirlər Yaxşısına canın qurban eylərlər Ay aman aman gəlinlər Qaynanı əlindən yanan gəlirlər Hər sözü söz eylə yaman gəlirlər Yamanından aman eylərlər Evişin tacı olur gəlirlər Baldızına bacı olur gəlirlər Heyfərdən acı olur gəlirlər Yaxşısına can qurban eylərlər Evişin tacı olur gəlirlər Baldızına bacı olur gəlirlər Heyfərdən acı olur gəlirlər Yamanından aman eylərlər İçəri girən kimi Elmira nənənin üstünə rüpərsən, yaxşı? Yaxşı. Bəs o şərəf nə nahar? Allah bilir. Mamiçka, sandığı niyə bayıra çıxarırsan? Heç. Elə belə. İstəyirəm biraz bu sandığa hava dəysin. Özü yaman ağırda. Bəs niyə belə hirslisə? Bəlkə dalaşmısan şərəfinə? Bəyən bilmirsən onun xəsiyyətini. Ay qız, işdən evə gələndə mağazaya girib 2 kilo piso qaldım ki, gəlib mürəbbə pişirim. Bir dənə görürəm şərəf, pisoğu götürüb, aparıb töküb əlüzyana, suyu da açıb. Vay vay. Ha, yox oldu, pisoq, всё. Görüm. Deyirəm ay arvad, почему так делаешь, ha? Deyir ki, mənə uğurluq mal lazım deyil, qızım. Görüm. Hə, hələm keçən həftədə 3-4 kilo qreçka alıb gətirmişdim. Onu da atıb toyuqların qabağına. Yəqin elə bilir oğuruyursan da. Oğuruyursan? Nə? Ay qız, mən uşaq bağçasında işləyirəm deyə evə heç nə alıb gətirməyim. Hə, doğru. Yaxşı, ayıbdır. Cəmi kain gəlinsə, hər şeyi söz eləmə. Özü onu bəs. Hamama gedib. Bax, evdə hamam var. Amma yox, ona əsl hamam lazımdır. Представляешь xəbər? Bax, özünün 2 dənə gətməsi ola, mənim kimi aparıb. İmport arabası gətirəmi. Az nə olar, qaynanandır da. Götür qoyaq yerinə. Gələndə mən sizi barışlaram. Dışdı o xəbər. Atam canım, mən onunla da bir yerdə qalmaram. Mənə deyir ki, Dilbər, qızım, niyə min yubka geyinirsən? Deyirəm, ay arvad, sən nəyini gələtdir? Belə xoşum gəlir, geyinirəm də. Ağzına nə gəldi danışır. Az fikir vermə, deyir də, yaşlı arvaddır, yazıqdır. Yazığın gəlir, apar öz evinə. Döşə aparmısan. Dilbər, sən əziz cancın inciyərəm səndən özdə qəlbən. Bilirik də, evlərin sökülməyə yalan olur. Ona görə belə eləyirsən. Niyə? Sən elə gəlir ki, xalq çörəyi burnuna yiyir. Bilirsən nə var? Kiçik gəlinsən, qaynana da sənin yanında qalacaq. Tam canı qoymaram. Çıxarmışam ki. Çıxarmışam. Az bu yana.
Bu yana çək. Az bu yana. Bu yana. Ha, indiyəcən elə bilirdiniz, dilsiz, ağızsız əzvayın biriyəm, ha? Ha, ay hay. Siz elə məni yaxşı tanımırsınız. Niyə? Yavaş-yavaş tanımağa başlayırıq. Bilirsən nə var? Ya o qalacaq bu evdə, ya da mən. Alo, mama, çatdı aytır. Hə. Sonra sənin zəngilib yerim. Yaxşı, davay. Uy! Səninlə xoş-xoş danışdım. Ona görə belə elədin. Söz ol, gəl götür onu mənim qapımın ağzından. Saçımı! Yapış. Yaxşı götürəm, bırak. Götürürsən? Götürəm, ağırdır, kömək edək biraz, nə olar? Söz ol, yapış. Ora. Tək mənim qapımdan uzaq ol. Hey. Baxsı! Bunu bura kim qoydu? Qurban olum bəxtimə də, mən də elə bunu istəyirdim də. Dilbər! Ay bu həyətin təzə gəlini, askarsan Dilbər, eşitmirsən, çıx bayra görüm az. Bu saat sənə başına bir oyun gətirir. Sən də bax, ya Dilbər! Dilber, kızım. Evdesən? Nədə ayar vat? Heç. Deyirəm, yəni gəlmişəm. Bir stəkan çayın varsa, gətir içim. Ay, dedim. Çay yoxdur. Qaynamayıb hələ. Odur ey, krant həyətdə. Tut ağzı iç, nə qədər canın istəyir. Nuşicam. Hamamdan gəlmişəm, soyuq su ziyandı. Ay arvad! Что ты за человека? Sənin öz qətvən yoxdur bəyə mənimkini aparmısan? Aa, düz deyirsən. Bilmədim. Götürdüm, sonra gedib orada açıb baxıram ki, mənkidir. Nə olar, qətvə, gələn dəfə sən mənkini götürəsən. Ay Allah! Ay arvad! Gigiyena cəhətdən belə şeyə yol vermək olmaz ya, başa düşürsən olmaz. Nə? Nə dedin? Gigiyena da bilmirsən nədir gigiyena? Yox, bilmirəm nədir. Ay Allah! Gigiyena, это значит təmizlik, çistata, zdarovya, sağlamlıq, başa düşdün? Hə, demək istəyirsən ki, mən təmiz deyirəm, hə? Yox, qızım, mən hələ uşaqlıqdan təmizliyi çox istəmişəm. Hələ rəhmətli anam deyirdi ki, təmizlik can sağlığın cövhəridir. Bu sandığı bura kim çıxarır? Mən! Sonra sözün nədir? Canı, qurban olum bəxtimə. Mən də elə bunu istəyirdim də. Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. Axır ki, bunun da boğçası açıldı. Şərəf saunaya getmişdi. Həmişə təmizlikdə. Keyfin necədir? Keyfdir də. Sizin keyfiniz yaxşı olanda mənki də yaxşı olur. Yo, maşallah. Mənim keyfim lap belə dağ başındadır. Mənim də keyfim fışdırıq çalır. Olsun. Təki sizin keyfiniz yaxşı olsun. Məndən yola getməsəz də olar. Nə oldu? 2 ay bundan qabaq cici bacıydınız. Adı dilindən düşmürdü, hə? Mən kiçik gəlimin yanında qalacağam deyirdin. Nöşün qalmırsan, get qal da indi yanında. Mən elə bilirdim, belə olacaq. Dilber qızım, sən nahaq yerə məndən inciyirsən. Yaxşı da, dedin ki, pisoku dükandan aldın, mən də inandım. Məsələ pesok davası deyil.
Yatmısan? Pəri, elə bildi ki, evlər doğrudan söküləcək. Ona görə səni çəkdi yanına ki, bir otaq artıq alsın. Dilbər. Qızım. Kin saxlamaq yaxşıdır. Dünən oldu bu söz söhbət tutardı da. İndi gəl düş, bu sandığı aparaq evə. Hansı ev aparsan onu? Necə yəni hansı evə? Mənim evimə, sənin evimə, bizim evimizə. Niye? Mənim evimə, ni za što? Necə? Dedim yox da arvad. Azərbaycanca başa düşmürsən? Niyet. No, bildin? Niyə axı, no qızım? Niyə? Çünkü o köynək şeydir. Mənim mebilimin ansamblını pozur. Mebil bu nəyini bozur? Ansamblını. Başa düşmürsən? Yox. Yəni ki, bu sandıq o mamıçqa mebelinə yaraşmır. Belədir. Minnəti olsun. Mən bu sandığı heç bir meblə dəyişməm. Şərəf, mənimki Rumun mebelidir ya. Məndə də İtalyanskıdır. Vaxtilə içindən Don Corleone'nin kostyumu asılır. Dilbər. Sandığımı çıxartdım var, belə çıxır ki, məni də evə buraxmayacaqsan. Canı qurban olum bəxtimə. Əcəb eləyirsən qızım, əcəb eləyirsən. Gəlin ki, qaynananın üzünə ağ ol. Çələ küləsini belə bayıra atmadı, nə gəlin? Haqqım var. Amma mən həmişə sizə ana olmuşam, qaynana olmamışam. Rəhmətli yanam hələ düz deyirdi. Əlimdə yayıma bax, həftəmə ayıma bax. Çəkdiyim zəhmətimə aldığım payıma bax. Ay arvad. Bizdən qabaqkilarda belə deyib be. Твоя мою ни за что не понимает. Ne için? Ay gözünün ışığı. Birinci, gəlin qaynanadan heç vaxt küsməz. Sonra qaynana gəlin küsüşüb paltar zivədə quruyanacan olar. Gəl, ağıllı ol, uşaqlıq eləmə. Akif də gələr, görər belədir, qanqaraçılıq düşər ortaya. Gəlsin də Akif. Gəlib neynəyəcək mənə? Çox oyan buyan edər. Çıxıb gedərəm. Fadumuyur. Ne için ay kız? Mən sənə nə deyirəm? Ya ərin sənə nə deyir? Deyirəm ki, biraz açıq-saçıq giyinmə. Deyirəm ki, bədxərc olma. 2 gün maaşınızı verməyəndə salırsınız mənə qapılara, utanmazlar. Şərəf, mənlə sən? Yox, özümlə danışıram, dəli olmuşam. Aman Allah. Lazım deyil mənə heç birinizin evi. Elə bax, burada qalacağım, həyətin ortalığında. Taxsır sizdə deyil, yox. Görünür mənim qismətim beləymiş. 6 il bura gələni ömür görmüş. İlyasdan sonra mənim xoş günlərimin də kitabı bağlanır. Üzümü tutdum uşaqlara. Dedim, bəlkə onlardan bir gün görərəm. Görmədim. Hərəniz çəkdiniz onları bir yerə. Hərəniz bir qazan astınız. Hərəniz bir mətbəx düzəltdiniz. Nəvələrimin üzünü görmürəm. Utanmazlar. Şərəf, mən elə mecdu proçim soruşuram ha. Sən burada kimin qarasıca danışırsan? Belə hamınızı. Hamınız bir bezin qırağısınız. Şərəf,
İncidim səndən, sən əziz canın üçün özdə belə qəlbən ha. İnciməyə qalanda mən səndən çoxdan incimişəm. Həyasızlar. Hərəsi özünü meymun sifət edib salıb ortalığa. Danışanda da xoruz kimi kəkələnirlər üstüvə. Nə bilim, müasir dövrdür, mod elə dövr, belədir. Yazıq uşaqlarımı da döndəriblər bir yumağa. Deyinirlər, deyinirlər, deyinirlər. Bir söz deyirsən, cumurlar ataların önünə. Müasirlik, müasirlik. Laf belə. Müasir zaman sizə deyir ki, ha, əlinin üzünə ağ ol, ya da qaynananla kaşqolaşqa oyna. Mama. Mamuliçka. Salam mama. Salam. Necəsən? Yaxşısan? Yaxşı, yaxşıyam oğlum. Şey normalna. Yaxşıyam. Nəsə belə bir tərsin. Dilxorsan nəsə. Dilxoza döyürəm, lap yaxşıyam, lap yaxşı. Ya, gənə də olmasın. Nəsə belə bir tər görsənirsən, hə, Mamuçka? Nədir? Yoxsa gənə xətirvə deyiblər, hə? Kim? Dilbər ömründə elə şey eləməz. Yox, o elə adamdır, yox. Dünən hərçənd ki, bir balaca uşaqlıq elədi. Amma sən xəbərin yoxdur, amma gecə onu o qədər danlamışam, heç belə səsi də çıxarmıyor. Yox, quzu kimi deyə, o elə şey eləməz. Quzu nədir? Lap ceyran balasıdır. Hə, ay sol, tərbiyəli ailədəndir axı. Tərbiyə görüb, özü də uşaq bağçasında tərbiyəçi işləyir, gələcək nəslin nümayəndələrini tərbiyə eləyir. Hə. Yaşı, burada nə iş oturmuşsan? Oturmuşam da, hava qəbul edir. Hə, hava oradan da yaxşıdır. Yeba, Mamuçka. Oy, salam, necəsən Mamuçka? Mamuçka, yeməyə nəyim var, gətir elə burada yeyək də. Hələ heç nə hazır deyil. Hazır deyil də. Yəqin hazırlayırsan da, hə? Hardasın indiyəcən Akif? Gör saat neçədir? Dua edim, Mamuçka, başıma iş açmışam, valla. Özüm öz başıma. Bir düş aşağı gəlib söhbət eləyək də. Düş gəlib. Əsmər, xavər. Siz də bir dənə bura gəlin, sözüm var sizə. Deməli belə, bir dənə də işçimin sənədlərini verdim qoltuğuna, yola saldım onu. Çıxartdım işdən. 8 işçidən cəmi 5 işçi qalıb. İndi sözün nədir? Deyirsən gələksən əlinin altında qulluqçuluq eləyək? Bilirsən nə olar, özüm ölüm. Əla olar, hamımız bir yerdə işlərik, mafiya kimi bir olarıq da. Elə bircə o qalmışdı. Nəyə görürsün? İşim getmir də, kömək eləmək lazımdır da. Müəssisə böyük, mən tək. Biri oradan çağırır, biri buradan çağırır. Axırda bir günə əlacım kəsilib, qollarımı çırmalayıb özüm başlamışam işləməyə. Hə, gəlin bir yerdə işləyək. Gəlirsiniz yoxsa yox? Mama, sən nə deyirsən bu işə? Nə bilim, ay bala, özləri bilsinlər. Güya mənim sözümlə oturub duran var. İndiyəcən aldatdığın bəs deyil. İndi bizə ələ salmaq istəyirsən? Ay evlər belə sökülür, ay pullar belə verilir. Nə oldu? Amma mən də elə eşitmişdim də. Mənə də alladıblar da. Əşi o söhbət heçdən keçdi getdi. İndi bax, gəlin siz mənə kömək eləyin. Tək qalmışam, düşdüm təpəmdən çıxıb, kömək lazımdır. Gəl bax elə sabahdan mənə bir yerdə işləyir. Siz də, Nahidlə də, Fikrətlə mən danışaram. Siz gəlin, başlayın işləməyə, sırazı göndərirəm sizdə kursa. Hə, necədir? Baxmayaraq ki, işdən çıxmışam, amma sənə qulluqçu gələn deyiləm. Heç səndən gözləməz. Bomba. Yes. Pırlavkanın dalında durmaq ayıb sayılmır. Kompüterin dalında oturmaq ayıb sayılır. Gəlmişsiniz, heç gəlmir. Mamuçka, bunlar gəlmirlər, gəlməsinlər. Bax sən sabahdan. Elə sabahdan mən çıxıb gedəcəm atam gilə. Bildin? Yox, ay qız, nə atam gəl, tezən nə olub kişiyə? Gənə xəstələnib yəqin.
Gel deyək də. Salam anacan, salam. Necəsən? Nə var, nə yox? Salam. Nədir, yenə bir hadisə falan baş Bak verir? kişi xəstələnib də gərək gəlib deyim ona. Şükür, şükür bugünkü günə. Nahid! Qasırğa. Nahid! Ərizəmi yazıb işdən çıxmışam. Gəlirəm sənin yanında işləməyə. Deyirsən, əgər işçinin borcu müdürünə təbəssüm göstərməkdirsə, qoy elə təbəssümü öz əlimə göstərim də. Düz demirəm? İşdən çıxmısan, əcəb eləmirsən, otur evdə, istirahət elə özün üçün. Bura bax, Şəbnəmi də götür anangildən özün bax. Mənim maaşım bizə bəs eləyər. Nə? Oturum evdə? Bəyər mən bu evə, evin küncündə oturmağa getmişəm. Əsmər, işdə bir yana əsəbləşirəm. Evə də gələndə sən məni mindirirsən lap cin atına. Əsəbləşmə. Kim səni məcbur eləyir, hə? Ay hay, əsəbləşməmək olur ki, mən o şeyxə müdür təyin olunanda bizim şirniyyatların heç belə üzünə də baxan yox idi. Hə? Sot konfetlərimiz mağazalara tökülüb qala-qala. Cəmaat xaricin birləri o, Moskvanın konfetlərini alırdı. Camaat neynəsin? Bizim konfetlər konfetdir ki, quru taqqanaq. Başa vurursan baş yarılır, daşa vurursan daş. Xavər, insafla dedə, bəsəndə necə heç almırlar? Hərbi yaxşı, indi biraz babaqdır, camaat alır. Görürsən, canım çıxır, canım çıxır, canım. İşləməkdən canım çıxır. Sexdə bilirsən nə qədər adam məndən üzgün olub, nə var, onları yeməyə qoymuram. Özdə bura bax, sən işə götürsəm, onların üstünə qışqırdığım kimi sənə qışqıra bilmərəm. Başa düşürsən bunu, yoxsa yox? Bəhanədir. Bir dəfəlik deyinəm ki, səni yanında işə götürmək istəmirəm. Yəqin sənin o işçilərinin təbəssümü mənim təbəssümümdən yaxşıdır. Ölürdüm elə onların təbəssümü üçün. Gəl sana da bir tikə çay çörək ver, yeməyini yiyeyim. Gel bu saat ondan üzr iste, getir onu eve. Tez eve. Yox bir, lap üzr istəyəcəm. Razmiçdə alsya. Mamçka, üzr isteme, ayıp yok. Get prosto belesini tut koluna, dinen ki, keki de eve, getir eve, ha? Не дождёшься. Mamçka, ha mamçka. Yenə tufan, hə? Yox, qasırğa. Görmürsən, Amovun sandığını çıxardıb bayra. Oo, nə tez balam. Yenə deyirəm sən sağ ol ki, 6 aydan sonra xəriflədin, ha? Diba, bəs də. Bəs sən nazımda oynadın mən. Mamçka, bak kurban bağışla, sağ ol, keç günahımdadır. Uşaqdır, bilməyib də, indi şəxsən onun yerinə mən səndən üzr istəyirəm. Bağışla Çox onu. nahaq yerə üzr istəyirəm. Ay oğul, çıxarıb sandığın bayra əcəb eləyib. Axır ki, mən başıma bir kara Ya sən nə danışsan? Bu evin kişisi mənəm. Necə deyirəm, elə də olacaq. Yox, olmayacaq. Mən deyən olacaq. Dilbər, Mamçka. Mamçka, sən qabaqlar belə danışmazdın axı. Sən qabaqlar yada düşür, deyirdin ki, sən mənim papçikamsan, sən mənim mamçikamsan, sən mənim həyatımsan. Pişiyimsən, hə? Nə oldu indi? Nə tez o şirin sözlər hamısı yadından çıxdı. Belə göz yaşı axıdırdın, hə? Akif! Elə büyüdün ki, almayacağım səni. İndi Dedim. alandan sonra başqa zədə danışsan, hə? Dedim qoymayacam da всё. Ay Akif, ay oğul, lazımdır. Mənə görə qanımızı qaraltmayın. Dilbər, heç səndən gözləməzdim, ha? Yer elirsən, hə? Yer elir, apar öz evinə də. Nöş aparmısan? Öz evimə nöş aparmıram, apararam indi. Apar da. Naxız! Gözəlib üstümə göndərmə, onu sən qoymursan, mən işdürəndən qoymuram onu. Abala, lazımdır. Heç birinizin evi mənə. Bu nə mərəkədir, bu nə hayküydü burada, nə olub sizə? Tufandır qardaş, qasırğa, tufan. Gəldin, gəl evə. Çay çörəyin hazır. Ay qız deyən görüm, nə olub burada, nə baş verib? Heç nə. Mamuçkadır da dünənki davadan sonra ananın sandığını çıxarıb atıb bayra. Əsmər, onsuz da əsəblərin pozulub. Sən kimi istəyirsən onun canı. El eləmə ki, tutum qolundan səni atım. Qırağa! Ah, daha nöş atmırsan. Oğul, ona toxunma. Bir xata çıxacaq, ya da qaçacaq atası gilə. Əşik qaçsın da! Vur, niyə vurmursan? Mənim evim olmaz. Çəkil itim qapıdan. Fikrət, əlini sandıqdan çək,
dur kənarda tamaşa elə özün. Ay qız deyirəm itil qapıdan. Və yaxdan demirəm ağ eləmisiniz. İndiki belə deyil, anam öz yanında qalacaq. Ömrünün axırına kimi. Sən yanında özün bilərsən, amma şəxsən mənim yanımda qalmayacaq. Mən çıxıb gedirəm. Ay qız çıx cəhənnəm ol get. Get bax bu saat get gözüm səni görməsin rədd ol. Yaxşı, gedirəm. Şərəf, gözün aydın olsun, gedirəm. Yerin genəldir, həvəsin olsa arada futbol da oynayarsan. Yox qızım, getmə. Yox, bu da kişilikdəndir. Heç rəvadır ki, öz doğma anamı yanımda saxlaya bilməyim. Mən elə kişilərdən deyiləm. Fikrət, bırak sandığı. Anam mənim yanımda qalır. Mahit, gedirəm. Gəlib yalvaracaqsan, ayaqlarıma düşəcəksən. Ha, gedirsən get də. Dalınca da gəlməyəcəm. Özlə bura bax, sonra mənə minnətçi dadı göndərməyəsən ha. Siz nə var? Bırakın sandığımı. Heç birinizin yanında qalmıram. Mama bir Bunlara dəqiqə bax. işlənmə bir dəqiqə. Aki, çək əlini sandıqdan, yoxsa mən də çıxıb gedirəm. Yox əşi, nədən əşsən? Gedirsən qapı açıldı, yaxşı yox. Ya nə mama ya? Nə? Dağ da. Хорошо. Yaxşı. Çıxıb gedərəm. Nə olar? Amma zəhmət çəkib dalımca gəlməyəsən. İki dünya bir olsun ha. Qayıtmayacağam. Bu, heç qayıtma. Çox elə gözüm atırdı sənin. Buna bax. Mamıçka. Mamıçka. Mən yazıq başıma nə çarə Apar, indi istəyirsən lap evin yuxarı başına çıxart onu. Mən gedirəm. Nə? Qayıt deməyəsən, sözün yerə düşər. Mahit, əgər məhkəməyə qədər bu evdən bir dənə çöpəski olsa, vay sənin halva. Əsmər, hamısını dağıdacam, vurub sındıracam. Evdə qalan o xırda xuruş xurustallarını da, meybeli də, paltarlarını da deşik-deşik eləyəcəm. Deyəcəm ki, güvə yiyib. Baxarsan, görərsən. Getmə də, getmə. Gedirəm. Özdə. Nasıl sem gedirəm? Mamıçka getmədən. Mama! Kızlar, ay kızlar, dayanın. Nay, Fikrət, getdilər oğlum. Getdilər də. Onlardan yaxşısını da, pisini də tapa bilərik. Amma anamızdan heç vaxt tapa bilmərik, hə? Bir daha mən sigaret... Bir daha sigaret verdim. Koymaram. Koymaram. Mənim gəlinlərimi ev işiklərindən eləməyin. Vallahi otlayaram özümü, yorulmuşam. Bəs sən tərk etmişdin? Mamıçka, akşam büyüğündən sonra özüm bilərəm, öz işimdir. İstəyərəm, sigaret çəkərəm, bağışlayın, içki də içərəm. İstəyirsən, lap nə işərə çək. Mənə nə? Mamıçka, kimə nə? Onda mənə də ninə. Bir dəfə də olmadı ki bu xarabada bir xoş gün görəsən. Dıq-dıq elədir ki bizim ev üçün yaranıb. Xaraba? Fikrət, bax bu sözü dedin, bir də dilimə gətirmə. Atan rəhmətə gedəndə sənin 4 yaşın vardı. Naidin 2 idi. Akif də təzə olmuşdu. Uşaq heç ata üzünü görmədi ki. Mən arvadlığımla qoymadım bu evə xaraba deyilsin. İndi maşallah nə olub bu evə? Niyə ona xaraba deyilsən? Neyniyim ay ana? Hər dəfə işdən arğın, yorğun gəlirəm, bir dəfə qulaq ardına vururam, bir dəfə... Axı mən də insanam, mən də istirahət eləmək istəyirəm. Neçə dəfə qovmaq istədim, sən qoymadın. Əcəb elədim. Ailə məyər dağılmaq üçün qurulur?
Ailə dağlar namus qeyrət üstündə, yalan üstündə. Hər belə xırda şey üçün ev dağlar. Neyniyim, öldürüm onu? Fikrət, mənim onlara hər kim ki atmır, başa düşürsən? Amma sənə bir sillə vuram, geyib o divara yapışarsan. Ged evə, get çay çörəyi ye, mən axır ki öz başıma bir çara qılaram. Yox ana, sən burada tək dayanıb qala mənim boğazımdan çörək getməz. Gəl gedək bizə. Fikrət, mən gedirəm. Hara? Cəhənnəmə! Ay oğul. Sən hara gedirsən? Cəhənnəmə! Bəs sən hara? Dəymə də cəhənnəmə. Cəhənnəmin planı da oldu ki. Həri. Düz deyirsiniz. Sizin nə vecvizə? Siz də gedin, başınızı yumşaq balışa qoyun, yatın özünüz üçün. Yaxşı gəlirlər deyərlər sizə. Gedin. Sizin başınıza bir oyun gətirim ki, mən ölənəcən pərvanə kimi başıma hərləməsiz. Eyb yox. Aman Allah. O qədər sürükləyiblər ki, ora bura. Paltarlarımı gör nə günə salıblar. Bir ütüləmişdim. Bu mənim gəlinlik şeylərimdir. Bu belə. Atamın xəncəri. Qızıllar oradadır. Görüm oradadır mı? Boğçadadır. O bu hardadır? Onlar da oradadır, yoksa? O da yerindədir. Hər şey yerində. Bu mənə lazım olacaq. Gəlinlər. Ay gəlinlər. Siz bu sandığıma baxın. Gözünüz burada olsun. Gedim bir usta çağırım, bu daxmanın qapısını düzəltsin, gedim orada qalım. Siz də rahat olun. Doğrudan ha. Heç o kuryatnik bizim ağlımıza da gəlməyir. Sizdə ağıl olsaydı, mənim nə dərdim vardı? Deyirəm Fırat. Yum ağzımı. Fikrət, mənim çoxdankı arzum oydu ki, onu boşuyum. Sən bilsən, uşaq olmasaydı, mən də onu boşayardım. Yox, deyirəm bəlkə başqa yol tapaq. Dedim yum ağzımı da. Yox da başqa yol tapaq da. Dedim yum ağzımı. Necə mən demişdim sizə, gəlin evdə hərəkət edeyim. Oldu? Oldu. Gəlin bura. Mamska qoymuraq içməyə. Yum ağzımı. Bu. Görəsən indi Naxid gel harda olarlar? Deyirəm gedim müştuluq alaq onlardan. Harda olacaqlar? Dəniz qırağında, gəzməkdə. Onsuz da gəzib, axırda evə qayıdacaqlar. Narahat olmayın.
İndi Şərəf usta tapa bilməsən. Onda bu gecə kimin yanında qalacaq, hə? Mamiçka, bu gecəlik qalar sənin yanında. Sabah biz özümüz gedib usta tapı çağırarıq. Düşdü o dağlar qızı. Qalsın sənin yanında da. Yatər də elə burada. Özü yaxşı havadır, canı bərkdir. Heç nə olmaz ona, valla. De, ala. Əla. Amma qızlar, nə çıxartmışam? Lap oynamağım gəlir. Az biz bəyəm oynamazlar bilmirik. Nə oldu? Usta tapmadın? Yox, mümkün olmadı. Gecdir demə. Qaldı sabaha. Bir usta da tapa bilmirsən. Daha nə lazım sənə? Həri, düz deyirsən. O vaxt ki lazım idim, gözümü yumdum dünyaya. Həsr elədim özümü uşaqlarıma. Şu özün Dilbər, dejur ustalardan birinə zəng edib çaxdırardın da. Mamiçka, bu gecəlik qalsın da qalsın sənin yanında. Sabah biz özümüz gedib usta tapıb çağırarıq. Mənim yanımda niyə? Qalsın sənin yanında da. Toşum niyə? Üz gördüm səndə. Görsən sən Allah. Güya ki sən ondan geri qalarsan. Gələ də, xeyrinə də danışma olmur. Şərəf, bilirəmi, sən axırda mənim yaxamda qalassan. Amma bəri başdan deyirəm, Fikrət yox Lap belə Fikrətin dədəsi gələ, yenə səni evimə qoymayacam. Bura bax, Fikrətin dədəsi ilə için olmasın. Qurban olun bəxtimə, mən də elə bunu istəyirdim də. Yox, əl dəyilməyib, bağlıdır. Yarı canım qalmışdı. Dedim lomzat salıb açarlar. Sandığın ağzını niyə qıfırlamısın, ay arvad? Bir dünyalıq var, dövlətim var burada. Həyətin ortasında ağzı açıq qoyub getməyəcəkdim ki. Bir dünyalıq neyim var orada dedi? Heç neyim. Sən ged öz işinlə məşğul ol. Ay qız, bir süpürgəni ver, gedim o daxmanı siz süpür eləyim. Odri, həyat süpürgəsi. Süpür onunla da. Nə olar? Həyət süpürgəsi ilə süpürərəm. Gedib qalaram o daxmada. Qapısı bağlanmır. Nə olsun, uğramazlar ki məni. Sandığımda da kim bilir nə var. Şərəf, düzün de görmə, nə var bu sandığında? Sandıqda nə var? Çox şey. Onun içində elə şeylər var ki, görsəz ürəyiniz gedər. Doğrudan deyirsən. Heç olmasa ucundan qulağından de də. Bu sandıq İlyasın ulu babasından qalıb. Kişi məşhur qızıl-gümüş qaşdaş taciri olub. Qızıl haber eləyir. Qızıl nədir? Onun o qədər qaşdaş dükanları olub ki, Bakıda, Gəncədə,
sonra Türkiye'de, Mısır'da, İran'da, Irak'ta alveri gedib. Hə, kilo qızılı. Kisə qaşdaşı olur. Bəs necə olub onlar? İstəyir sandıqda da. İlyasın ölümünə qədər Allah rəhmət eləsin. Allah öləndən özə rəhmət. Mən heç nə bilmirdim. O yatağa düşəndən bir neçə gün qabaq çağırdı məni yanına. Açdı sandığı, baxdım, gördüm. Bəh. Kaş açaydım sandığı. Siz heç qara brilyant görmüsünüz? Neçədə nədən? Bir ovuc, hərəsi noxud boyda. İlyasdan sonra 5-6'sını çördüm pula, uşaqları böyütdüm. 5-6'sını da verdim oxumaqlarına. 3-4'ü də getdi toylarına. Nə qalıb qalanda, hamısı bax bu sandığında. Bəs indi onlar kimə qalacaq? Nə bilim, mən əhd eləmişdim ki, meydim hansı evdən çıxdı, bu sandıq o evin gəlinə qalacaq. Madam ki meydim o daxmadan çıxacaq, indi kimə qismət oldu da. Nə oldu? Ürəyindi. Şərəf xanım! Hə. Şərəf! Sənə nə oldu? Sən arandı. Aha. Ürəyim! Sənin də ürəyindi. Qızlar, nə oldu axı? Hamımızın ürəyi birdən xarab oldu. Şərəf xanım! Qurban olaram sənə! Az mən şərəfəm, əsmərəm, düş aşağı görüm. Sənə nə var? Öz sandığımızı da çıxarmışam ki bayra biraz hava dəysin. İndi durub aparacaq evimizə. Heç mən qoyaram. Ölmüş də əsmər ki sənə sandıq versin. Əgər səhv etmirəmsə, mən bu evin böyük gəliniyəm. Qaynanam da mənim yanımda qalacaq. Şərəf xanımın yorğun döşəyi mənim evimdədir. Canın sağ olsun. Dur. Onun üçün təzə yorğan döşəyi tutaram. Xeyrə. Qaynanam mənim yanımda az olub. Mən ondan doymamışam. Qaynanam qalır mənim yanımda. Belə zorla, belə güclə. Bildiniz? Xavər. Sənə elə güc gələrəm. Promoskor pomuşluq olarsan ha. Mənə heç nahid bacarmır ha. Qızlar, dava nəyə lazımdır? Şərəf xanım onsuz da mənim yanımda qalacaq. Çəkdi o yana. Bir yaxdan çıxarıb atmışdım bayra. Nə oldu? İndi qaynana şirin oldu sənə. Xavər, əllə danışma. Danışaram, laf o yanda keçərəm. Gedməyəcəm. Qoy yolsunlar bir-birini saçın. Əsmər, sandığı bırax. Buraxmıram. Sənə deyirəm sandığı bırax. Buraxmıram Sənə sandığı. deyirəm sandığı bırax. Buraxmayacağam. Bıraxmırsan? Yox. Az bıraxmırsan. Şərəf xanım! Ay kızlar, ne olub? Niye saçdın? Şərəf xanım, qurban olaram sənə, sən mənim anamsan. Üzvaq olmuşam, üzüm qaralsın. Allah eləməsin, qaralsın sənin düşməninin gözüdür. Mamuçka, qurban olaram sənə Mamuçka. Şərəf xanım qurban ol. Mamuçka ki süpürgəni sənə qıymadı. Elə bir belə yatmışım, birdən ayıldım. Heç vurdu kəlləmə. Elə bir moment gəzirdim ki, tutum saçlayım onu. Dur gedək mənim evimə. Süpürgə nədir? O İtalyanski Don Carlone mebelimi vursundur. Dinlənsəm ha, heç atamın qızı deyiləm. Sənə qurban olum. Sən ayaqlarının altında qalıb. Yox, elə Ölüm. demə, elə demə qızım, ürəyim xarab olur, elə demə. Dur
gedib mənim evimə. Anacan, necədir? Qiyamətdir. Bax belə giyin, mən də deyim hə. Şərəf xanım, necədir? Bir mənə də bax da. Sən də əla giyinirsən. Əla, çox yaraşır. Çox gözəl. Anacan, gəl gedib oturaq çay içək. Yavaş yavaş Şərəf xanım, yavaş. Gəl dincəl. Yavaş ol. Sən də. Nə oldu anacan? Ürəyimdir, cavab kadın verin var evimizdə qoy gətirin. Yox, yox. Gəl Lazımdır. əyləş. Lazımdır. Yavaş, Yox, yavaş, yox. Özünə müqayət. Sizi ki belə görürəm. Sevindiyimdən ürəyim fərəhlədi. Əli ver mənə. Hə. Amma qızlar, sizdən bir təvəqqəm var. Mən öləndən sonra arxamca artıq əksik söz deməyin ha. Nə danışırsan? Nə danışırsan Şərəf xanım? Söz verirəm ki, sənə hər cümə axşamı Yasin oxuturacam. Az. Yasin ne şoxudursan ona? Sap sağlam adamdır, görmürsən? Görsən sən ala Şərəf xanım. Gəl mənim yanımda qal günə. Qurban olaram sənə Şərəf xanım. Anacan. Mənim yanımda qal günə. Al iç sudur. Az. Soyuq suyu hara verirsən? Hamamdan gəlir bax. Düşdü o. Xavər. Atam canı qaynamışdı. Mən heç buna soyuq su verərəm. Oxay. Mən də qoşdum. Yox, mən elə bir şey, nəsə pis təsirlər deyə bir. Nə oldu, niyə deyəmdiniz? Şərəf xanım. Dur gedəyi və divanda yerini salmışam. Biraz uzan istirahət elə. Xavər, nə danışırsan? Mənim evimdə divan yoxdur. Öyle gedər mənim evimə də gəl Şərəf. Anacan, sən bu axşam bizdə qalmasan, Çesnə slova. ah kim gəlir mən tikə-tikə doğrayam. Şərəf Nahid də gəl məni evdən qovar. Şərəfin xasiyyətini bilirsən də, böyük oğlundur. Əsəbidir. Gəlib evi işi dağıdacaq. Mənim özümü də yəqin sağ qoymayacaq. Yox. Hamısı bir yerdə oturub, keyfdədirlər. Ay, barışıblar, Nahi. Ama ne acaba bunlardan, ne barışıblar? Bu nedir böyle? Bu ne deməkdir? Başa düşmürəm. Bəlkə bu bizim xəyal, arzularımız, xəyallar çevrilib gəliblər, qonublar bura. Ay, yox, yox. Nahi, barışıblar. Mamuçka, qurban olarım sən, ürəyim dağa dön deyə. Mamuçka. Dayan, Heç belə durma. Mənə bax, tutardıq. Mamuçka, xəyal belə gəldi. Mən sizə nə dedim kafedə? Nə danışdınız? Axşam olmuyor. Necə tapşırmışam evdə getdim. Yox, barışıblar, Mamuçka. Dökülməyə gəlir, hərkes. Birinci özüm, mən gedim. Barışıblar. Gəl hakim. Şərəf xanım yalvarıram sənə. Yox, elə. Nahid tez ol, gəl sandığı aparaq. Aparaq. Sənin anan bizi ilə qalacaq. Tez ol, düş qabana sandığı aparaq evə. Sən görəm ayı. Əsmər, sandığı bırak. Qurban tibi. Bax deyirəm, Mamuçka bizlə qalmasa, çıxıb gedəcəm. Doğrudan Mamuçka. Sandığı... Bırakma. Sandık bizim eve gelecek. Sandığı şöyle Hayır, bizim eve gelecek. Mamuçka bizimle yaşayacak. Hayır, Mamuçka bizimle kalacak. İtirin şəhərini bulunanmız. İfritələr. İndi də arvada ələ salırsınız, ha? Mən də boşuyuram. Razvod və salam. Bəlkə lazımdır. Mən də boşayacağım. Fikirləşərəm də. Aynen, sana qurban olum. Sən bundan sonra mənim evimdə qalacaqsan. Bunlar heç sənin ayağının tozu da deyil. Ay qız, bana bax. Aton xarabasına getmək istəmirdin. Get canım oldu, nə istəyirsən? Anam bundan sonra mənim evimdə qalacaq və sana bu söhbətdə qutardıq. Xəbər. Bax, axırıncı dəfə sənə deyirəm. Tut sandıqdan, apar evə. baş üstə. Sandığını aparıram, üstündə Şərəf xanımı da. Qurban olaram, yaraşığına. Elə şey yoxdur. Şərəf xanım da bizə gedir sandıq. Sandığı bırak, şu. Sandıq bizim eve gelecek. Otur Mamuçka. Elə şey yoxdur. Sandıq tutun bizim evə gedəcək. Şahid! Düş sandıqdan aşağı. Anam xəbərlə yaşayacaq, düş sandıqdan aşağı. Elə şey yoxdur. Anam da bizə gedir. Sandıq tutun. Hayır. Sandıq da bize gelir. Mamaşla da bize gelir. Şöyle kız. Dur burada. Otur Mamuçka, otur. Qurban olum Şərəf xanıma da, onun sandığına da. Düzdür. Akif. Mamuçka, sandıqla Mamuçkanın yanında kalacak. Akif vurup sen ağzı burnumu patlaram indi. Dur dayan. Dur burada. Yəni sizin ikinize də göstərərəm. Ay, kan vurmadı beynime. Ay, Ana balık. Atmadığını görəmə. Şərəf xanım! Koyarım ulan düz
gələcək. Elə şey yoxdur. Bizim eve geleceğiz sandım. Qoymada öldürürlər biləli şərəf. Kıracağım hamımızı. Öldüreceğim hamımızı. Ay Şərəf xanım, aləmi qatdın bir-birinə. Cəhənnəm olsun sənin sandığında daş qaşlarında. Vuracağım. Ana çekil. Daha dur. Daha dur bak seni de öldürürüm. Kıracağım hamımızı. Al geç bile. Hadi sen seni vur. Benim dolarım. Öldüreceğim. Südümü sana haram elərim. Atın yer elinizde ne var? Gülləliyərəm sizi. Gəlinlərin xətrinə keçirəm sizi. Amma belə şeylər birinci və axırıncı dəfə olsun. Bilirəm, bu sandıq əvvəl-axır xəta çıxaracaq. Mamçika ne diyorsun? Sandıqda nə var? Hamısını atacağım kanalizasiya. Niye koyana? Abalam, neyinim ay başımıza dön. Hə? Mən neyim? Birimizin yanında qalacağım, o birisi incinci. Akif, Fikrətin yanında qalsam razısan. Razıyım. Yo Mamçika, yo razıyım. Naid, bəs sən necə? Yok elbette yok. Bax görürsüz, bəs mən başıma nə çağırdım? Ay ana sana qurban olum. Sen dünya görmüş adamsan. Sen bize bir məsləhət ver. Biz de seninle razılaşaq, bir yerdə mehriban yaşayaq. Bax sen ne desen biz razıyıq. Ne ne Mamçika? Razısınız? Hə, razıyam. Ay qız deyirəm razıyıq. Hə, razıyam. Sen necəsin? Razısın. Razıyam, ləhd razıyam. Mamçika sen de razısan da. Конечно razıyam. Ay sağ ol. Bax belə. Həmişə mehriban olun balalarım, hə? Vəssalam da anamızsan, böyümüşsən. Tamam. Ne desen hamırıqla razı olacaq. Öyle değil. Ha düzdür, dur Deyirlər ki, harda birlikdir, orada dedikdir. Düzdür? Mamçika senden bir söz soracağım. Bu kızıl hakkı hesabı hardan gelmiş sen ağlıma? Sizi salmadan bəsdir. Amma siz elə oynadınız. Mən inandım, özüm də bilmirəm. Ay ana biz sənin oğlanlardır. Hadi. Sen bize göz eləyəndə biz bildik ki məsələ nə yerdir. Bəs o taxta tüfəng var. He, bakmıştı. Kim gətirmiş? Onu de o tiyatrodan, rekvizit çekimden bir şirvana götürmüştü. Ama deyirəm nə inandılar bilirəm. Ne de Allah'tan. Ay ana. Arkadaşım, yaxında bilet almışam. Özü təzə tamaşa. Premyera. Nahilə də zəng edim darıxma. Akif hanı? Mamçika, birinci Mamçika. Ha, salam. Ne oldu? Hazırlaş yapmayın. Şərəf xanım, gəlin əyləşir çıxın. Hə, nə oldu ki? Hazırlaşın gedin teatra. Yo, siz gedin, mən kalıram. Anacan, anacan elə şey olar. Sən getməsən mən getmərəm. Yox, siz gedin, mən də nəvələrə baxaram da. Sənsiz hara? Sən narahat olma, uşaqlara Elmira nənə baxacaq. Dur, gedək. Dur, mamçıq. Heç narahat olmayın, bilet çox deyil. Alo, gəl. Sən. Şərəf xanım. Çox sağ ol qızım, çox sağ ol. Bəli, Anacan. Buyur anacan. çox sağ ol qızım, nə zəhmət Bu çəkirsən. nə sözdür? Borcum var anacan. Çox sağ ol. Mamçika, Hadi. qurban oluram sənə. Bir dadına bax. Özüm bişirmişəm. Aferin kızım, aferin. Ay aman aman gəlinlər Qaynanı əlindən yanan gəlirlər Hər sözü söz eylə yaman gəlirlər Yaxşısına canın qurban eylərlər Ay aman gəlinlər Qaynanı əlindən yanan gəlirlər Hər sözü söz eylə yaman gəlirlər
Yamanından aman aman eylerler. Ev eşiğin tacı olur gelinler. Baldızına bacı olur gelinler. Heyferden acı olur gelinler. Yaxşısına can qurban eylərlər. Ev eşiğin tacı olur gelinler. Baldızına bacı olur gelinler. Heyferden acı olur gelinler. Yamanından ay aman eylərlər. Anadır getiren bizi cana, kaynana olmalı ister her ana. Gün gelir gelinler olar kaynana, yaxşısına canı kurban eylerler. Anadır getiren bizi cana, kaynana olmalı ister her ana. Gün gelir gelinler olar kaynana, yamanından aman eylerler. Ev eşiğin tacı olur gelinler. Baldızına bacı olur gelinler. Heyferden acı olur gelinler. Yaxşısına canı kurban eylerler. Ev eşiğin tacı olur gelinler. Baldızına bacı olur gelinler. Heyferden acı olur gelinler. Yamanından aman eylerler. Ev eşiğin tacı olur gelinler. Baldızına bacı olur